Hər vaxtınız xeyirli uğurlu olsun. Deməli, bugünkü mövzumuz nədir? Mürəkkəb tamamlıq. Dərsə başlamamışdan öncə belə bir sxem çəkdim sizin üçün. Birinci bunu izah edeyim. Yəni bunun üstündə də dərsi izah eləsə daha yaxşıdır. Çünki praktik üsullara, sxemlərə, cədvəllərə daha çox üstünlük verirəm və bunu çox sevirəm. Deməli, bu mənim cümlə quruluşumdur. Mübtəda, bu bizim bildiyimiz mübtədadır. F1, F1, F2 nədir? Feil deməkdir. Birinci feil, ikinci feil, siz bir 10 dənə yazın. F3, F4, F5, F6. Yəni yazın geçsin, fərq eləmir. Deməli, birinci F1 mənim üçün önəmlidir. Hamısı önəmlidir. Sadəcə F1 niyə önəmlidir? O cümlənin xəbəridir. T tamamlıq. F2 isə ikinci feildir. O nədir? O da tamamlıqdır. Yəni dərsin adına uyğun olaraq mürəkkəb tamamlıq bax buna görə deyirlər. Deməli, yoldaşlar, burada bir-bir imtahanda mənə düşəcək səhvlərdən danışım. Ondan sonra nəzəriyyə üstündə izah eləyərəm. Deməli, yoldaşlar, mübtəda bir sıxıntı görmürəm. Xəbər zaten bizim bildiyimiz xəbərdir. Yəni, zamanlarda nə keçmişiksə, şəxsə, kəmiyyətə görə dəyişmək falan filan, hər şey yerindədir. T. Yəni, bu tamamlıq hissədə bizdə adam adı da verə bilər, isim də verə bilər. Bunlarda bir problem yoxdur. Problem bax, bu hissədədir. Niyə? I, you, he, she, it, we, you, they. Bunlar nədir? Personal pronoun, yəni şəxs əvəzliyi. Şəxs əvəzliyi bölünür neçə yerə? 2 yerə. Nəyə bölünür? Adlıq obyekt demirəm. Niyə görə? Çünki onların cümlədə işlənmə funksiyası nədirsə ona görə dəyərləndirirəm. Adlıq cümlədə mübtəda olursa mən deyirəm ki, bu mübtəda əvəzliyidir. Obyekt cümlədə tamamlıq olursa deyirəm ki, bu tamamlıq əvəzliyidir. Yoldaşlar, bunlar mübtəda əvəzliyidir. Ağzımda nə dedim? Mübtəda əvəzliyi. Mübtədanın yeri haradır? Cümlənin başı. Deməli, bunlar cümlənin ortasında ola bilməz. Yəni, bu T hissədə bizi çaşdıra biləcək məqam bunlardır. Bitmişdir. Gəldim F2 hissəsinə. F2 nədir? İkinci feilim. İkinci feilim cümlədə, bir dənə bu hissə F2 verin, şəxs, kəmiyyət, zaman. Yəni, qısaca Ş, K, Z. Yəni, şəxs kəmiyyət zamana görə dəyişmir. Niyə görə şəxs kəmiyyət zamana görə dəyişmir? Çünki şəxs, kəmiyyət, yəni S qəbul eləmək, did, can, must, bunların qəbul olunması, inkara çevrilməsi falan filan, bu proseslər xəbərdə icra olunur. Şəxsi kəmiyyətə zamana görə dəyişmək xəbərdə icra olunur. Yəni, tamamlıq dəyişə bilməz. Dəyişə bilməzsə, onda mən gətirib bu hissədə feili S artıra bilmərəm, will artıra bilmərəm, ed artıra bilmərəm. Yəni, onu hər hansı bir zamana görə dəyişə bilmərəm. Bəs yaxşı, bu olmazdır. Yəni, bir ox belə gedir, bir ox belə gedir. Bəs bu nədir? Deməli, F2 cümlədə nə ola bilər? To ilə işlənə bilər, ing ilə işlənə bilər. Üçüncü versiya to-suz ola bilər. Yəni, 3 dənə versiya var. Məsələn, to go ola bilər, going ola bilər, bir də go. To-suz falan, go. 3 versiya ola bilər. Yəni, bu tamamlığının, yəni feilin tamamlıq funksiyasının işlənmə mövqeyinin 3 dənə nəyi var? Variantı var. To ilə, ing ilə, to-suz. Bəs yaxşı yoldaşlar. Hardan bilim ki, bu to-dur, ing-dir, to-suz? Oxa baxın, hardan gəldi? F1-dən gəldi F2-yə. Deməli, nə edəcəyik? F1-dəki feillərin funksiyalarına görə əzbərləyirik. F2-ni nə edirik? Seçirik, yazırıq. Məsələn, indi dərsdə aydın izah edəcəyik. Let, make. Əgər mən F1 hissəyə let make yazmışamsa, o let make-in tələbi nədir? Nə to istəyir, nə ing istəyir. Yəni, bu versiya. Və bu birinci qrup. İkinci qrup feillər hansılardır? See, hear, feel, notice, observe, watch. Yəni, bunlardan işlətsən, burada nə olacaq? Ing-li də ola bilər, to-suz da ola bilər. Yəni, sxematik olaraq birinci baxdım ki, buradakı nədir? Məsələ. T buna görə düşəcək testlərdə səhv. Buna fikir verirəm. Sonra F2-dən 2 dənə ox çıxdı. 1. Ş2Z şəxsə, kəmiyyətə, zamana görə dəyişmirəm. Bəs nə olacaq? To olacaq, ing olacaq, to-suz olacaq. Nəyin tələbi ilə? F1-in tələbi ilə. Məsələ bitmişdir. İndi getdik, nəzəri olaraq bir-bir izah edək. Deməli, yoldaşlar. Bizim bayaq çəkdiyimiz məqam deyir ki, mübtədası xəbəri F1,
tamamlığı. Zaten tamamlıq zem olanda, yəni belə deyək də, tamamlıq əvəzində ifadə olunanda orada bir sıxıntı yoxdur yəni. Sıxıntı mübtəda işlənərsə olacaq. Yəni I, you, he, she, it, we, use, they. Bunlar olarsa. Bu mənim nəyimdir? F2, yəni ikinci feilimdir. O da tamamlıqdır. Cümlə quruluşu budur. Hə, indi başlayaq bir-bir feillərə, izaha. Yoldaşlar, biz dedik ki, birinci qrup, ikinci qrup və üç qrup feil var. Birinci qrupa nə daxildir? Let və make feili. Let F1-dir. F1, yəni xəbərdir. O gələcək, əmr edəcək nəyə? F2-yə. F2 nədir? Now. Yaxşı, nə işlənəcək? Let'in tələbi ilə heç bir şey. Nə ayıncı olacaq, nə to olacaq. Bəs testlərdə necə verəcək? Yazacaq to now, məsələn, knowing və yaxud da zamana görə dəyişəcək new, will now. Yanlışdır. Tərtəmiz, bizim bildiyimiz now. Gəldi, məsələn, bu hissəyə fikir verir. F1-im nədir? Make. Make nə istəyir? Heç bir şey. Change. Baxın. Ox işarəsində fikir verin. Görün, hər şey necə aydın oldu. Məsələ bitmişdir. Bu mənim birinci qrup feilim. Daha sonra gəlirəm ikinci qrup feillərə. Bunları əzbərləməyə məcburamı? %100 məcbursuz. Nəyə görə? 2 dənə o feil, 6 dənə bu. Bunları toplayacaq. Tutun bizə açar verəcək. Ona da gələcəm. Deməli, see, notice, watch, feel, hear, observe. Gəldim bura. Buradakı feilim nədir? Heard. Heard nəyin keçmişidir? Hearing, yəni eşitməyin. Bu da əmr edəcək. Bir bunu, bir də bunu. Yəni burada speak də ola bilər, speaking də ola bilər. Deyərsiniz ki, mənim bu da düzdür, bu da düzdürsə, bəs biz testdə hansı variantı götürək? Yoldaşlar, heç vaxt ikisini bir yerdə verməz. Həm speak versin, həm speaking versin. Bu ING-nin də başı bəlalıdır. Niyə bəlalıdır? Götür yazır ki, məsələn bu hissədə. Have you ever heard? Nə? Her is speaking. Abituriyent deyir ki, mən düz deyir də burada ING var da. Ay yoldaşlar, is speaking indiki damecidir. Axı mən deyirəm ki, F2 hissədə şey, K, Z, şəxs, kəmiyyət, zaman. Bunlar olmaz. Olmazsa is speaking olmaz. Nə olmalıdır? Adi. Baxın, bir daha deyirəm. Adi formada ING. Speaking. Speaking başqa şeydir. Is speaking başqa şeydir. Bu sizin çox buraxdığınız səhvlərdən biridir. Speaking olmalıdır və yaxud da ki, speak olmalıdır. İndi baxın, seçin. Davam edin. Bu feilləri mütləq əzbərləyirəm. Tuzsuz ING-li istəyənlər hansılardır? Aha. Belə bir qeydimiz var. Görək bizə nə deyir? Elə bayaqki məqamı deyir ki, bizə ehtiyatlı olun. Is playing, yəni bu davam edici zamandır. Bizə adi zaman lazımdır. Biz bunu danışdıq. Gəldim üçüncü qrup feillərə. Deməli, birinci qrup let make, özündən sonra heç nə istəmədi. İkinci qrup, həmin o 6 dənə feil, özündən sonra nə istədi? Ya ING-li, ya tuzsuz. Gəldim üçüncü qrupa. Yoldaşlar, belə bir şey deyə bilərəm sizə. Bütün tool işlənənlər buradadırmı? Xeyr. Bəs testlərdə mən sizə üçüncü qrupla bağlı nə ifadə deyə bilərəm? Yoldaşlar, 2 dənə let make, üstə gələn 6 dənə də həmin o feillər, toplam elədir 8 dənə. 8 dənə feildən başqa. Əgər biz söhbət abituriyent imtahanına, yəni dim imtahanına gedir. 2 üstə gəl 6 elədir 8 dənə. Bu 8 dənə feilin heç biri, nə bu ikisi let make, nə də see, feel, not, observe, watch. Bunlar to istəmir. 8 dənədən başqa nə olursa olsun, mən to yazacağam. Məsələn, buradakı deyəlim ki, feillər yadımdan çıxdı. Hər hansı birini götürürüm. Məsələn, burada want feili var 8 dənənin içində. Yox. Məsələn, burada expect feili var. Yox. Permit feili var. Yox. Deməli, nə edirəm? To yazıram. Neçə qrup oldu? 1 qrup budur, 2 qrup budur. Bu qrupun cəmlənməsindən də 3-cü versiyanı çıxardıram. Let make 1, 6 dənə feil 1. 3-cü qrup isə 8 dənə feildən başqa nə görsəm, to yazacağam. İndi onu sizə cümlə üzərində göstərim. Məsələn, bu hissədə. Yoldaşlar deyir ki, mother asked, baxıram buna. 8 dənə feilin içində var. Hansıları idi? Let make, see, feel, not, feel, observe, watch. 8 dənə.
Eşitdim? Yox. Nə olmalı? To. Bitdi. Hello. Var orada? Yox. To. Expect var? Yox. Şu. Bu qədər sadə. Bu qədər bəsit. Yəni bu dərs budur. Mən zaten bu dərsin izahını həmin o sxemlə izah elədim, onunla da bitdi. Bunlar sadəcə olaraq nəzəri izahlardır. Yəni hələ ki fərqli bir şey deməmişəm ki, baxın bunda diqqətli olun, belə ola bilər, belə ola bilər. Mürəkkəb tamamlığın ikinci feili şəxsi və zamana görə dəyişməz. Bayaqdan özümüzü öldürdüyümüz hissə F2 is going və yaxud da ki do, does, is falan qətiyyən goes belə şeylər ola bilməz. Şəkezi, şəxs kəmiyyət zaman üçlü qaydanı unutmuruq. Aha. Bu dediyi axı T, yəni tamamlıq buna görə səhv salacaq. I, you, he, she, it, we, you, they. Bunlar mübtəda əvəzliyidir. Mübtəda cümlənin əvvəlində gəlir, ortasında olmaz. Bu qədər bəsit. Üçüncü bəl. Bir cümlədə iki mürəkkəb tamamlıq işlədilə bilər. Bu zaman hər bir feilinin özünün əvvəlkisinə baxırıq. Biz buna nə deyirik? Mərhələli, yəni pilləli mürəkkəb tamamlıq. Birinci pillə budur. İkinci pillə budur. İstəsəz bunu sabaha kimi uzadaq. Bu formada uzadaq. Heç bir fərqi yoxdur. Deməli, bu buna əmr edəcək. Bu buna əmr edəcək. Want 8 dənənin içində varmı? Yox. Nə yazdım? To. Bu 1. Gəldim bura. Watch 8 dənənin içində varmı? Bəli, var. Nə istəyir? Ya adi, ya ing-nin. Bitmişdir, yəni. Məsələ budur. Mərhələli, yəni pilləli mürəkkəb tamamlıq. İstəsən bundan sonra bir dənə də feil qoy. Dans 8 dənənin içində varmı? Yox. Deməli, bu hissəyə to qoyacaq. Bu qədər sadə. Yəni, pilləli, mərhələli mürəkkəb tamamlıq. İndi mən bunun sxemini çəkməsəydim, bu bizə qəribə gələcəkdir ki, necə yəni, mən tam başa düşmədim. Amma sxem nədir? Sxem, qrafik, praktik üsul, yəni bunlar nəzəriyyədən çox-çox önəmli bir məqamdır. Çünki onlar yaddan çıxmır. Vizual yaddaş insanda daha yaxşı yadda qalır. Demək, gəldim bu hissəyə. Burada nəyə fikir verməliyim? Deyir ki, mürəkkəb tamamlıq tərkibində olan feillər and bağlayıcısı ilə bağlanarsa, onda necə olacaq bəs? And ilə bağlanarsa. Cümləyə baxıram. Deməli, cümlədə yazıb ki, I saw him turn round the corner and disappear. Yoldaşlar, bu hissəyə ənlə bağlanma hissəsinə fikir verin. Niyə görə? Deyir ki, bu zaman ikinci qrup feillərdə hər iki tərəf eyni olur. Üçüncü qruplarda isə to hissəciyi atılır. Sizi nəyə ötürməyə çalışır? Demək istəyir ki, məsələn, yoldaşlar bunu görür və sonunda məsələn, bir də ing artırım sizin üçün. Deyir ki, ay müəllim, bu düzdür. Deyirəm ki, niyə? Deyir, siz dediniz axı, so nədir? Sinin keçmişi, si də ikinci qrup feildir. Özündən sonra ya tusuz, ya da ing-li istəyir. Deyir, mən də yazdım da. Turn yazdım, tusuz yazdım, bir dənə də ing-li yazdım. Yəni, düzdür. Yoldaşlar, bu mürəkkəb tamamlıq dərsinə görə doğrudur. Düz deyirsiniz. Tusuz ing-li. Amma and riyaziyyatda hansı işarədir? Bax, and riyaziyyatda bu işarədir. Bərabər. Yəni, sol sağa, sağ sola bərabər olmalıdır. Yaxşı, şimdi bir dənə fikir verin görüm. Sol sağa bərabərdirmi? Xeyr. Bu tusuz, bu ing-lidir. Belə bir şey ola bilərmi? Yox. Deməli, buradakı məqam nədir? Əndə görədir bu. Mürəkkəb tamamlıq dərsinə görə yox, əndə görədir. Yəni, bunu tusuz qoymusansa, bunu da tusuz qoymalısan. Həmin qaydaya əsasən mən neynirəm? Ing-ni silmiş oluram. Ya tusuz qoy, ya da ing-li qoy. Turning, disappearing. Ən çox səhv salınan test tipindən biridir. Bax, buna mütləq şəkildə fikir verin. Sonra gəldim bu hissəyə, yəni to yazıb, burada yazmayıb. Yoldaşlar, siz bilirsiniz ki, ingilislər təkrara yol verməyə çox sevmir, xoşlanmır və ona görə də bir dənə önə yazır, onu hər ikisinə aid edir. Biz buna hardasa tanışıq, hardansa bizə bu tanış gəlir. Hardan? Sifətin müqayisə dərəcəsindən, sifətin üstünlük dərəcəsindən. Biz demişdik ki, çox hecalılarda, yəni əndlə, yenə də bax, orada da əndlə bağlanarsa, biz də demirik more expensive and more interesting. More demirik, bir dənə önə yazırdıq, ikincini atırdıq. More expensive and interesting.
Gördünüz? Demədim. Bu belə olmalıdır. Və yaxud da üstünlük dərəcə. The most expensive and interesting. Eyni qaydada buna aiddir. To'nu bir dənə önə yazıram, hər ikisinə aiddir. Mən zaten bilirəm ki, burada to var. Təkrar yol vermirəm, atıram gedir. Deyirsiniz ki, ay müəllim, bəs niyə ayıncını atmadınız? Həm burada qoydunuz. Yoldaşlar, bir dənə bax, buna fikir verin. Ayıncı şəkilçidir. Birləşdiyi sözlə, köklə məna yaradır. Amma bu birləşmir. Yəni biz bunu ayrı-ayrı yazırıq, düzdürmü? Ayrı-ayrı yaza bilirsənsə, ata bilirsən. Eynən sifətin müqayisə və üstünlüyündə olduğu kimidir. Məsələn, tək hecalı nə idi? R-lə düzəldirir, düzdürmü? Hər ikisinə yazırdım. Bigger and taller. Niyə onu atmadım, hər ikisinə yazdım? Çünki R şəkilçidir. Kökə məcbur birləşir. Bax, məcbur birləşir. Amma bu birləşmir, ayrı-ayrı yazılır. Ayrı-ayrı yazıldığına görə də biz orada moru mostu atdıq, burada da tonu atırıq. Məsələ budur. To go out and wait. Bəs ikisinə də to yazsam necə olacaq? Təbii ki də test yanlış olacaq. İkisinə də to yazsam test yanlış olacaq. Yəni bu belə bir format yoxdur. Bunu mütləq şəkildə əzbərləyin. Aha, davam edirik. Aha, gəldim. Bu da önəmli məqamlardandır. Yoldaşlar, make başqa şeydir. Bunlar başqa şeydir. Məsələn, make ilə make a choice eyni deyil. Deməli, bunlar nədir? Bizim birləşmələrimiz. Birləşmələr həvli birləşmə var, do'lu birləşmə var, make'li birləşmə var, to-be'li birləşmələr var. Biz zaten bunları əzbərləyəcəyik, bu heç. Make'li ifadələr artıq buradan əzbərləyirik. Bu gündən etibarən make'ləri su kimi əzbərləyirik. Niyə? Çünki sənin F1'in, yəni xəbərin, make a change, make a toy box, make a choice, bunlar işlənsə, F2'də nə edəcəksən mürəkkəb tamamında? To yazacağam yəni. Bunun başqa bir yolu yoxdur. Sarah made. Made, make'in keçmişidir. Bu başqa bir şeydir. Bəs yaxşı, make a progress eyni şeydir bu. Xeyr. Make başqa şeydir, make a progress başqa şeydir. Ona görə siz bunları əzbərləyəcəksiniz. Testdə gördünüzmü? To yazacaqsınız. Məsələ bitmişdir. Bu qədər sadə. Aha. Gəldim həmin bu hissəyə. Made an effort. Bu make deyil axı. Bu ifadədir. Nə işlətdim? To. Məsələ bitmişdir. Made her son soul. Bu ifadə deyil. Bu birləşmə deyil. Bu adi bizim bildiyimiz dədə-baba nəyidir? Make-dir. Sonra bizə deyir ki, yadda saxla. İki feil yanaşı gələrsə, ikinci feilin əvvəlində to hissəsi işlənir. Yəni, bizim bildiyimiz, tərcümədən də bildiyimiz bu məslərimizdir. Məsələn, mən deyir, mən getmək istəyirəm. I want, nə istəyirəm? Getmək. Bax fikri, iki feil yanaşı gələrsə, mən ortasına nə dedim? To qoydum. I want to go. Bax, bu bir yerdədir və bizim magməqimizdir. Getmək, magmək. Deməli, to'nun magməqi, qo'nun magməqi nədir? To. Yəni, məstər forma. Məstər forma, to go. Bu bizim xəbərimizdir. Bu da bizim tamamlığımızdır. Nə edirəm, istəyirəm. Mən nə istəyirəm, nəyi istəyirəm, getmək istəyirəm. Yəni, bu bizim olur nəyimiz? Tamamlığımız. We were made to go. Son olaraq bir dənə baba bu hissədə, burada nümunə kimi yazıb, biz ona çox da fikir vermirik. Yoldaşlar, were nədir? To be. Made hansı formadadır? Participle to. Bir dəqiqə. Be participle to nədir? Məchul. Baxın. Bu nədir? Passive voice. Məchuldur. Əgər be participle to'dan sonra hər hansı bir feil qoyarsansa, to ilə işlənəcək. Bura fokuslanın. Bir participle to ilə məchulda nə işlətsən, to ilə işlənəcək. İstəyirsən o birinci qrupu qoy, istəyirsən ikinci qrupu qoy. Yəni, burada qrup fərqi yoxdur. Bütün feillər. Məsələn, make. Özündən sonra nə istəyir? Heç nə. Deməli, neyəcəm? We were made to yazacağam. Deməli, bu önəmli bir məqamdır. Bu, demək olar, bu dərsin ən pik nöqtəsidir. Burada qrup fərqi yoxdur. İstəyirsən seni qoy, feel, hear, notes, observe, watch, make. Bunu qoy, bitmişdir. Aydındır. Bu bizim hər şeyimizdir. Yəni, bu testə dair, qaydaya dair
önəmli məqamımızdır. Bizim dərsimiz səhv eləmirəmsə yekunlaşdı. Dərsimiz bu qədər. Çox sadə və primitivdir. Sizdən istədiyim çox diqqətlə qulaq asmağınızdır. Hər kəsə uğurlar.